Uşaqlıqdan topun arxasınca qaçmaq onun üçün sadəcə bir oyun deyildi. Bu bir çağırış, yeni bir arzunun başlanğıcı idi. Söhbət Azərbaycanın qadın futbolunun parlayan ulduzlarından biri Nigar Mirzəliyevadan gedir. O, cəmiyyətin qızlar futbolla məşğul olmamalıdır kimi stereotiplərini qıraraq meydanda iradəsi, bacarığı və inadkarlığı ilə öz yerini qazandı. Futbola qarşı içimdə həmişə fərqli bir sevgi olub. Evdə mən getdim, danışdım, dedim ki, idmançı olmaq istəyirəm. Həyatda da mən həmişə oğlanlarla futbol oynayırdım. Evdə dedilər ki, bəlkə səni güləşə qoyaq. Apardılar, mən getdim, baxdım, həm güləşə baxdım, həm futbola baxdım. Futbol daha çox xoşuma gəldi və futbolu seçdim. Bir il sonra Manchester Uniteddən gəldilər Respublika üzrə, hər kəsi izlədilər, bütün oyunculara baxdılar, ən yaxşı 32 nəfər seçildi. Onlardan Respublika üzrə 31 oğlan, bir qız mən seçildim və bizi daha sonra gətirdilər Bakıya. Bir həftə qaldıq burada, təlim məşq toplanışında iştirak etdik. Daha sonra 32 nəfərdən də ən yaxşı 6 nəfər seçildi. Onlardan 5 oğlan, bir qız mən. Bizi apardılar İngiltərəyə. Və orada 2 həftə qaldıq, məşq elədik. Daha sonra qayıtdım Azərbaycana. Gələn kimi də milli yığma komandaya təklif aldım. İllər boyunca çəkdiyi əziyyət, intizamlı məşqlər və heç vaxt sönməyən futbol sevgisi onu Azərbaycanın qadınlardan ibarət milli komandasına qədər apardı. Müdafiənin sütunu, lider ruhlu oyuncu, komanda yoldaşlarının güvəndiyi etibarlı arxa xətt. Uşaqlıqdan həmişə öz yaşıdlarım arasında boyum həmişə uzun olub. Mənə dedilər ki, boyuma görə gəl səni müdafiəyə qoyaq. Həm də mən uşaqlıqdan başla çox yaxşı oynamışam. Uşaqlıqdan müdafiədə başladım, belə də davam elədi. Ona görə müdafiəçi oldum. Bugünə qədər bir çox vacib oyunlar keçirən zərif futbolçumuz heç vaxt unuda bilmədiyi oyun haqqında bizə danışdı. Bakıda Türkiyə millisinə qarşı oyunumuz olmuşdu. Həmən oyunda biz 0-0 hesabı ilə davam edirdik. Son dəqiqələrdə, 85-ci dəqiqədə mən başla qol vurmuşdum və komanda qalib olmuşdu. Buna görə çox xoşbəxt idim ki, və ən yadda qalan oyunlarımdan biri o olub ki, komandamın qalib olmasında, yəni mənim böyük bir rolum olub. O oyun mənim üçün çox yadda qalan bir oyunlardan biri olub. Mən düşünürəm, hər kəs istəyər ki, Avropa ölkələrində oynasınlar, yaxşı yerlərə gəlib çıxsınlar. Mən də çox istəyərəm ki, Azərbaycanlı bir xanım olaraq, futbolçu olaraq ilk futbolçulardan olum ki, qadınlardan İngiltərə kimi belə xarici klublarda oynayım. Manchester City'də oynamaq istəyərəm.